Novruz bayramı münasibətilə ölkədə elan olunmuş bayram tətili öz axarı ilə davam edir. Təbiətin oyanışını, yeni başlanğıcları və ümidləri simvolizə edən bu əziz günlər xalqın həyatında xüsusi yer tutur. Yazın nəfəsi ilə birlikdə gələn Novruz təkcə təqvim bayramı deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və əsrlərdən süzülüb gələn ənənələrin təntənəsidir. Paytaxt Bakı ilə yanaşı ölkənin bütün bölgələrində bayram ab-havası açıq şəkildə hiss olunur. Küçələr, parklar və istirahət məkanları insanlarla dolub daşır, ailələr bir araya gələrək bu günlərin sevincini paylaşırlar. Uşaqların tonqal ətrafında şənliyi, gənclərin bayram əyləncələri, böyüklərin isə xatirələr və ənənələr üzərində qurduğu söhbətlər ümumi mənzərəni daha da rəngarəng edir. Novruz süfrələri isə bu bayramın ən gözəl rəmzlərindəndir. Səməni, şəkərbura, paxlava, qoğal kimi nemətlər hər evdə bolluq və bərəkətin simvolu kimi düzülür. Süfrə arxasında toplaşan ailələr yalnız yeməkləri deyil, həm də sevgini, hörməti və birlik hissini bölüşürlər. Bayram günlərində küçülərin barışması, böyüklərin ziyarət edilməsi, ehtiyacı olanlara yardım göstərilməsi kimi dəyərlər də xüsusi önəm kəsb edir. Bu günlərdə bölgələrdə müxtəlif mədəni tədbirlər, konsert proqramları və xalq şənlikləri təşkil olunur. Milli musiqilər səslənilir, qədim oyunlar nümayiş etdirilir. Novruzun personajları, keçə və kosa uşaqlara sevinc bəxş edir. Bu cür tədbirlər bayramın ruhunu daha da gücləndirərək onu canlı şəkildə yaşadır. Eyni zamanda bayram tətili vətəndaşlara qısa müddətli istirahət imkanı yaratmaqla yanaşı daxili turizmin də canlanmasına səbəb olur. İnsanlar rayonlara üz tutur, təbiətin qoynunda istirahət edir, doğma yurd yerlərinə baş çəkirlər. Bu isə həm sosial, həm də iqtisadi baxımdan müəyyən müsbət dinamika yaradır. Tətil günlərinin davam etdiyi bu vaxtlarda ölkə üzrə ümumi əhval-ruhiyyə yüksək olaraq qalır. İnsanlar baharın gəlişini sevinc, ümid və yeni arzularla qarşılayır. Novruzun gətirdiyi bu istilik və birlik duyğusunun ilin bütün günlərinə yayılması isə hər kəsin ən böyük arzusudur.